Yol gedəndə də yazıram. Bəzən avtobusda otururam, yol gedirəm. Mən fikrimdə yazıram. Amma o məqamda mən görək o dəqiqə götürəm, qeyd eləyəm. Avtobusda da bu mümkün deyil axı, maşında. Deyirəm, gedərəm işə çatan kimi yazaram da. İşə də gəlirəm, işlə başım elə qarışır ki, sonra o gözəl sətirləri mən nə qədər fikirləşirəm, gəlib yadıma düşmür. Belə daima fikirləşirəm. Bir də görürsünüz ki, gecə yata bilmirəm. Yuxum çəkilir. Artıq hiss eləyirəm ki, mən yazmalıyam. İçimdə nəsə var. Elə bir xəstələnirəm. Belə xəstə hal oluram onda. Elə bir o məqam mənim yazma məqamımdır. Gəlir, bu misranı yazırsan, o bursu gəlir. Bunu yazırsan, çatdıra bilmirsən, fikir fikirdən doğur. Əsl şeir elə yarar.